Qaraqoyunlu dövlətinin Ağqoyunlu dövləti ilə oxşar cəhətini soruşur. Səfəvi dövlətin məğlub edilməsi, demək Qaraqoyunlu dövləti süquta uğrayanda 1468-ci ildə. Hələ Səfəvi dövləti mövcud deyildi, ona görə A variantını götürə bilmirik. Şirvanşah 1-ci İbrahimin Aslanla salınması 1-ci İbrahim 1382-1417-ci illərdə hakimiyyətdə olub. Qaraqoyunlularla mübarizəsi olub Kürçay sahilində 1412-də və Aslanla düşür. Amma Ağqoyunlu dövləti mövcudiyyəti dövründə İbrahim hakimiyyətdə deyildi, beyni götürmürük. Teymuri dövlətlə mübarizənin aparılması, məlumdur ki, Qaraqoyunlu dövləti ilə Teymurlar arasında bir neçə döyüş olub, məsələn, Təbriz döyüşü, Alaşkir döyüşü. Ağqoyunlu dövləti ilə də Teymurlar arasında Teymuri hökmdarı Əbu Səidlə, deməli, Ağqoyunlu hökmdarı Uzun Həsən arasında Muğan çölündə döyüş olubdur 1468-ci ildə. Beləliklə, oxşar cəhət kimi C variantı düzgündür. Biz götürdük C-ni.